Salam aleykum, kanalıma və videoma xoş gəlmisiniz. Kanalıma abunə olub like atmayı unutmayın. Dabaq ilə necə deyirlər, mübarizə aparırıq. Dabaq. Bunlar hələ dabaq olmayıblar. Paşanda dabaq tutmuşdu, müalicə eləmişik yəni. Elə bir ki, bu yüngüldür bunlar. Amma ən ağırı budur. Həm ağızdan tutub, həm ayaqdan tutub. İndi yenə dərman falan vuraram. Balaca sizə necəsən? Bunda da get-gedə şiddətlənir. Otlarını yeyiblər. Yaxşıdır ki, otlarını yeyirlər. Yem. Yemi yeməyib görürsünüz. Bu yanları təmizləyim. Bunlara dərman vurum. Həm qıçlarına, həm ayaqlarına, həm ağzına, həm ayaqlarına. Mesela keçək videomuza. Atların təmizlədim. Biraz batırmışdılar. Atları təmizdir. Qara ineği heç batırmayıb. İndi bunlara həm su verəcəm, həm dərman verəcəyəm və gedəcəyəm. Çünki narahat eləmək istəmirəm. Bir də bunu deyim ki, peyvəndləri vuruldu. Peyvəndlər vurulub deyə qorxusu yoxdur. Bunları təzə tutmuşdu. Demək olar ki, 6-7 saat olmamışdı. Peyvəndi vuruldu. Buna isə bir gün keçmişdi, peyvəndi vuruldu. Bunları da tutmamışdı, peyvəndi vuruldu. Bir də tək bizdə dabaq xəstəliyi deyil, bütün kənd dabaqdan əziyyət çəkir indi bu saat.
Bütün qonşular da demək olar. Qonşular, qohumlar, bir tanıdıqlarım deyək, hamının heyvanları davaq tutub. Kimin ağzından tutur, kimin necə deyərlər, dırnağından tutub. Demək olar kəndin %70%-ni davaq xəstəliyi tutub. Belə sahəyə falan gedəndə görmək olur ki, inəklər yolda hamı oturub, heç sahəyə getmirlər. Sahədə heç heyvan yoxdur, çoxdur. Bu da bir, necə deyirlər, sınaqdır. 6 ay bundan qabaq bunlar davaq tutmuşdu. 6 aydan sonra tutdu. Birinci dəfə paşanı tutub, bunlar tutmuşdu. Paşanı birinci dəfə tutdu. Limonu hələ tutmuyor indiyənə kimi. Qarı inəyin ayağını tutmuşdu. Bunu çox da tutmamışdı, yadımda deyil. Deyəsən ağzından tutmuşdu, amma bunların ağzını tutmuşdu. Keçmiş videoda var. Keçən illərdə 6 ay bundan qabaq bu gətirdi dabağı çiftliyə, yenə də bu gətirdi. Ən birinci bunu tutdu, sonra keçirdi bunlara. Bir səhv oldu ki, bunu gərək sırası ayrı bağlamaq lazım idi. Artıq keçib. Paşamızı da tutub, hə? Necəsən? İşığı söndürüm. Paşa. İndi bunların tez dərmanlarını vurun. Nə qədər. O oturub onun. Buna dərman vurmaq da olmur. Onu da deyim. Ağzına dərman vurmaq olmur. Çox paşadan da 5 bətər dəlidir. Bunun qorxmayla bir adiyyəti yoxdur. Bunlar necə deyərlər, bunun bacıları da belə idi. Çox belə bir qorxaq fason olurlar. Heç yaxın qoymurlar. Bağlayanda da vururlar. Bir yaşdan sonra bunlar da alınır. Necə deyərlər, vurmaya başlayırlar. Artıq necə deyərlər, tükənib. Ayağını da tutub. Bunlar dərman vurur. İndi isə inəklərə su verəcəm, ondan sonra dərmanları verəcəm.
qara inək suyun qoydum qabağıma. İndi o içəcək. Bilirsən, qara inəkdə də dabağın əlamətləri var. Bunlara verilən qabları dezinfeksiya elədim, təzədən su doldurub qoydum. Bu 3 dənənin də qabı ayrıdır gördüyünüz kimi. Su qabısı ayrıdır, bunlar üçün də ayrıdır. O balaca ilə buna veririk. O böyük qabda isə bunlara veririk. Bayağı bir arıqladı, bu dabaq çox arıqladır. Qabırğaları çıxıb. Qarnındakı balalara bir şey olmasın, ondan sonra yaxşıdır. Qırmızıya da keçəcək 100%. Dabağın ən pisi qıçdır. Ağızı tutanda yenə sağalda bilmək olur. Amma qıçı tutanda çox gec sağalır, mənim bildiyim qədərilə. Keçən dabaq səhv eləmirəmsə 13 gün davam elədi çiftlikdə. Ondan sonra bir ayda axsamaylar oldu, inəklər axsayırdı. 13 günə dabaq getdi, axsamaylar qaldı. Bir ay, ondan sonra düzəldilər. Görək bu dabaq nə qədər davam edəcək. Kimdən soruşsan, tövləndə vəziyyət necədir? Deyir, dabaqdır. Heyvanlar dabaqdır. Sahədə videoya çəksəm, göstərərəm dabağı, inəkləri dabaq olmayın. Dabağın dərmanlarını verin. Bayaqları olan ağızlarına dərman sürtdüm. Artıq yayınlamadım. Paylaşmadım o yerin, çünki YouTube qəbul eləməyəcəkdi. İndi ağızlarına dərman püskürək.
Atlarına ot səpdim. Qoy yerləri quru olsun. Və biz də gördüyünüz kimi dabaqla belə necə deyirlər, mücadilə aparırıq. Onu təmizləyirəm. Ayaqdan tutan da belə olur da. Səhv eləmirəmsə, ildə 2 dəfə vaksin vururlar. Çünki artıq apreldə vururlar bunlara. İndi sentyabrda da vurdular. Artıq biri getdi. Yəqin yanvarda falan, onu təxmini bilmirəm. Və yorumlarda fikirlərinizi yazmayı unutmayın. Əsr elədim. Belə. İçlərində ən sakiti Paşadır demək olar. Bugün biraz dərman vuranda necə deyirlər, dərli elədi. Amma kanlıya quyruğum vurdu. Birinci dərmanı vuranda heç nə eləmədi, ağzına sürtəndə. İkinci dəfə dərmanı süskürəndə dərli elədi. Deyəsən birinci dərmana xoşu gəlir, ikinci dərman incidir deyə qoymur. Gedim qoy otursunlar. Çünki o ayaq üstə qala bilmir. Sabah evdədir o. Evdədirlər demək olar ki. Çünki yeriyə bilmir deyə. Və yavaşdan videonun sonuna gələk. Like atıb abunə olmayı unutmayın. Fikirlərinizi yorumda yazmayı da unutmayın. Dabaq xəstəliyi artıq məşhur bir hala gəlib çatıb. Sağ olun, görüşənədək.